Azərbaycan və Monqolistan prokurorluqları arasında hüquq əməkdaşlığın möhkəmləndirilməsi, mövcud əlaqələrin gələcəkdə daha da intensivləşdirilməsi məqsədi ilə anlaşma memorandumu imzalanıb. Bu barədə Baş Prokurorluqda məlumat verilib. Bildirilib ki, Monqolistanın baş prokuroru Jargal Sayıqxan Banzraqın rəhbərlik etdiyi nümayəndə heyəti baş prokuror Kamran Əliyevin dəvəti ilə Azərbaycanda rəsmi səfərdədir. Kamran Əliyevlə Monqolistanlı həmkarı arasında baş tutan görüş zamanı ölkələrin siyasi rəhbərliyinin uzaq görən siyasi baxışları və səmimi münasibətləri nəticəsində dövlətlərin arasına münasibətlərin dinamik inkişaf etdiyi qeyd edilib. Hüquq mühafizə orqanları arasında səmərəli əməkdaşlıq əlaqələrinin olması vurğulanıb. Görüşdə baş prokuror qonaqlar Azərbaycanın prokurorluq orqanlarının fəaliyyətinin rəqəmsallaşdırılması və yeni hüquq institutlarının tətbiqi istiqamətində görülən işlər barədə ətraflı məlumat verib. Səmimi qəbula görə təşəkkürünü bildirən Jargal Sayıqxan Banzraq təmsil etdiyi qurumun Azərbaycan ilə əlaqələrin inkişafına xüsusi önəm verdiyini, qurumlar arasında əməkdaşlığın bundan sonra da genişlənəcəyini əminliyini ifadə edib. Görüşdə cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq üzrə faydalı fikir mübadiləsi aparılıb. Ekstradisiya, hüquqi yardım, prokurorların təlimi və digər istiqamətlər üzrə əlaqələrin davam etdirilməsi barədə razılıq əldə olunub. Həmçinin görüş zamanı Jargal Sayıqxan Banzraqa iki ölkənin prokurorluq orqanları arasında əməkdaşlığın inkişafına verdiyi töhfəyə görə təltif olunduğu Azərbaycan prokurorluğunun 100 illiyi Azərbaycan Respublikasının yubiley medalı təqdim edilib. Görüşdən sonra qonaqlar Azərbaycan prokurorluğunun tarix muzeyi ilə tanış olublar.